İndi sırf mesela daha haviş geyken alsalar. Dolağımız var evde 5 nefer 10 nefer. Ben indi 10 neferlik haviş geyken alırım. Havici renderliyatı yok. Elbette iki tane havicimiz var. Biri sulu değil, biri filanca havişti yani. Filanca havişi renderliyatı yok. Kilo yani. Bunu rendeladı o. Oğuş bunun sıxaltı yok. Elə sıxaltı yok ki su olmasın. Elə ki koyduk kapatı tuttu. Ona bu yumurta bırakır. 7 daha yumurta koysan olar. 8 daha da koysan olar. Qalıp o şahsızsınlar. Havicin içine 2 qaşıq qəliz zəhtiral tökəcəksən. Sen dolar vurmasan dolar ya. Bir daha çay qaşığı yağ isi vanili koyacaqsan. 2 qaşıq bəh yoğurt, xameye yoğurt koyacaqsan havicin içine. Ərəbini katacaqsan, şərəbi salacaqsan, nəhs tabiyyat çox da olmayacaq. Cənə salacaqsan tabiyyat, təsrafı tökəcəksən, şey yayacaqsan tabiyyat. Qəlbən bir 2 livan yarım şəkər tökəcəksən daha qaba. O ay qoyacaqsan qeynəsin. Ona 4 qaşıq, 5 qaşıq bal vuracaqsan o şəkərin içine. Balınla o şirə qeynəyəcək. Hazır oldu, tökəcəksən o beykanağın, axırda soğuyandan sonra hamış elə soğusun, şirəni isti tökəcək beykanağın üstüne. Bir cür qalacaq, nə model doğruysan doğra, sən haviş beykanağın oldu.